Əgər insanda exinokok qurdu aşkar olunubsa, mütləq və mütləq həmin qurd kisəsi əməliyyat olunaraq orqanizmdən kənarlaşdırılmalıdır. Əgər exinokok qurdu aşkar edilibsə, əməliyyat olmazsa nə ola bilər? Həmin orqanın tamamilə fəaliyyətinin itirilməsinə qədər gətirə bilər. Çünki exinokok qurdu mexaniki olaraq təzyiq edərək hüceyrələrin qidalanmasını pozur və ölümünə gətirib çıxardır. Ölmüş hüceyrələrin yerində boşluq yarandığı üçün həmin exinokok qurdunun kisəsi özü böyüyür və getdikcə içərisində müxtəlif sayda, çoxlu sayda yeni hissələr əmələ gətirir və beləliklə həmin exinokok hissəsi böyüyür və deşilərək qarın boşluğuna axa bilər, əgər qaraciyərdədirsə. Və bu hadisə baş verərsə, insan anafilaktik şokdan, çünki exinokok qurdunun kisəsinin içərisində olan maye orqanizm üçün antigen hesab edilir. Həmin antigen küllü miqdarda birdən orqanizmə daxil olduğu üçün orqanizmdə anafilaktik şok yarada bilər və insan tələf ola bilər. Bundan başqa, həmçinin irinləyərək yayılmış peritonitə səbəb ola bilər ki, bu da həyatı təhdid edəcək ağırlaşmalardan biridir.